İctimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, bugün Tofiq bəy Yaqublu ilə yenə Umbaku Penitensiar Xidmət Mərkəzində görüşümüz oldu. O görüşə bu dəfə də penitensiar müəssisənin işçilərinin qolunda gəlmişdi. Demək olar ki, artıq özünü fiziki cəhətdən idarə etməkdə çətinlik çəkir. Fikirləri aydın deyildi, bənzi çox solğun idi. Artıq görməsində də əngəl yaranır. Bugünə olan təzyiqi 113-73 idi. Çəkisi dünənə nisbətdə 600 qram azalıb, 82 kilo 800 qram oynayıb. Nəbzi 95 idi. Temperatur 36.4, saturasiya 95 idi. Özü qeyd etdi ki, o fiziki cəhətdən məhv olsa da, bu ədalətsizliyə qarşı aclıqla öz həyatından keçmək uğruna mübarizəsi əslində onun dəyanətini, mənəvi vəziyyətini və psixologiyasını daha da möhkəmləndirir. O israrlıdır və qeyd edir ki, əvvəl-axır öz həyatı bahasına olsa da ədalətə ölümünlə olsa belə nail olacaq.